qurğunun ətrafındadırlar. Füzuli rayonu arasında. Bəli, Füzulidə, Qarğabazar kəndində. Sonra biz döyüş yoldaşım vardı, şəhid Vasif Mehbaliyev, Neftçalar rayonundandır. Biz Vasiflə ora ələk qazları taxıb başımıza, tüstüşaşqaları atdıq orada. Yoldaşlar da müdafiə, mühafizəni təşkil ediblər. Biz artıq ora girəsi olduq, o qıratların yanına. Girdi orada, tapşırıq icra elədik, oradaşların hamısını təmizlədik. Yaralısı da var idi orada, sağı da var idi. Amma onunla belə dinc qalmırdılar, atış açırdılar. Biz onları Vasiflə təmizləyəndən sonra güllə atış səsi gəldi. Atış gəldi. Birinci güllə mənim qarnıma dəydi. Həmən vaxt Vasif də vuruldu. Vasifin vuruldu. Biz güllə dəyəndən sonra atışın hardan, belə deyim, dəyməyin, mən elə bildim ki, yəni bizi uzaqdan snayper gülləsidir. Növbəti güllələr dəydi mənə, reaksiya verdilər, ora tüstüşaşqalar atdılar, Vasif orada başına güllə dəymişdi. Vasif orada şəhid oldu. Bizi dərhal oradan təxliyə elədilər, hansı ki, ilk hara tibb ocaqları var orada. Yolda Vasif yadımdadır ki, mən sanitarkada yerdən mənə qoymuşdular. Vasifi, hansı ki, yaralıları qoydular, oradan qoymuşlar. Vasifin əli aşağı düşmüşdü, mən Vasifin əlini tutmuşdum orada. Amma təəssüflər olsun ki, Vasif yolda şəhid oldu. Bizə şəhidlik qismət olmadı.